2. Bu quyudan xilas olmaq üçün Şamilin köməyinə ehtiyacım var idi. İnanırdım ki, o adamın məqsədi həqiqətən məni sakit və rahat bir yerə aparmaqdı. Amma mən istəmirdim ki, cəsədlərin üstünə ayaq basa-basa bu quyudan çıxım. Çünki cəlladın qılıncı bayram tortu yox, baş kəsir. Alo, Mənəm, Marta. xanımına ver. Yaxşı. Kəşfiyyatdır. Yox. Eşidirəm. Qısa danışacağım. Lalə sənin əlindədir. Hə, Sən bizim biznesimizi öz oyununa çevirməklə böyük problemlər yaratmısan. bugün lazımi adamlarla görüşmüşəm. Kimlə görüşdüyünü bilirik. Bizim üçün bunun fərqi yoxdur. Son dəfə oynamaq üçün xahiş eləmisən? Biz sənə son fürsəti verəcəyik. Nə fürsəti? Lalə ilə oynayacaqsan. Sən ömrünü kartlara həsr eləmisən. İndi kartlar taleyini həll eləyəcək. Qalib gəlsən, sağ qalacaqsan. Birdən mən udussam? Seçim sənindir. Ya əsl qumarbazlarla oynayırsan, sənin dərini soyurlar, ya da özünü güllələyirsən. Başa düşdün? Başa düşdüm. Bizi satsan, ertəsi gün həbsxanaya düşərsən. 6 aydan sonra zindanda əzabla öldürüləcəksən. Əzablı ölümünü gözləyərək yaşamaq istəyirsən? Yox. Onda hərəkət elə. Axırıncı kazino da əlimizdən çıxdı. Neynəmək fikrindəsiz? Axı, siz neynəmək fikrindəsiz? Sənə bir məsləhətim var, Marta. Nə məsləhəti? Oyundan sonra deyəcəm. Oyunun yeri təsdiqləndi. Amma kiçik bir problem var. Nə problem? Yaşadığı ev məlumdur. Amma ora başqa evdən girməlisiniz. Cadugar Catherine labirintdə gizlənir. Öləcək adama heç bir labirint kömək eləməz. Başa düşdüm. Sən təkbətək oynamaq istəyirdin? Mənim şərtimi qəbul eləyirsən? Ona göstərəcəm kartı necə oynayırlar. Eşitmişəm ki, hara addım atırsan, ora bədbəxtlik gəlir. Bu doğrudur. Sən deyəsən çətin vəziyyətdəsən. Onu oyun göstərəcək. Kartı öyrəndiyin üçün peşman olacaqsan. Ümid eləyirəm sözünün üstündə duracaqsan. Öz taleyini düşün.
Onun meydini yox, qara kartın xanımı. Axı o harda gizlənir, lənət olsun. Niyə zəng eləyirsən? Dedim axı telefon söhbəti deyil. Mən fürsətdən istifadə eləməliyəm. Vaxt azdır. Sənə demişdim ki, vəziyyət nəzarətdən çıxıb. Çıx get. Anna Sergeyevnanın cəsədini Ketrinə mən çatdırmışam. Onu deyim ki, əks halda Telefonda ad çəkməyə ehtiyac yoxdur. yaxşı qısa deyəcəm. Lalənin sağ əli mütləq kəsilməlidir. Özü də bugün. Nə? Xanımının xəbəri var. Onun əlinə görə 500 min dollar verəcəm. Xanım indi məşğuldur. Sonra ondan soruşaram. Özümlə lazımi ləvazimat və ağrı kəsicilər də gətirmişəm. Bu elə də çox vaxt aparmır. Bura əməliyyat otağı deyil. Sonra çox gec olacaq. Xanım, Rodosda heç nə eləyə bilmədin. Bəlkə də əvvəllər güclü olmusan. Amma indi bilirəm ki, işin bitib. Mənim yox. Artıq sənin işin bitib. Kartanı. Semla Şapel buradadır. Çöldə gözləyir. O nə istəyir? Onun əlini kəsmək istəyir. Biz ondan razılaşmışıq. Həyatım təhlükədədirsə əli kimə lazımdır? Çağıram onu. Qoy əvvəlcə oynasın. Əks halda deyəcək ki, ona şans verməmişəm. Başa düşdüm. O gözləyir. Bizim sənə sürprizimiz var. Amma düşünürəm ki, xoşuna gəlməyəcək. Mənim xoşuma gəlir. Bu daha vacibdir. Sənin dediyin kimi. Bunu oyunun nəticəsi göstərəcək. Bu sürprizin oyunun nəticəsi ilə heç bir əlaqəsi yoxdur. Sənin çox gözəl, zərif əllərin var. O məndən soruşdu ki, bu əllər sənindir. Deyəsən ürəyinə damıb ki, əlini kəsəcəklər. Onlar dostlarım idi. İndi düşmənim oldular. Bu səhvi düzəldəcəyik. Narahat olmaya bilərsən.
Eşidirəm. Amerikaya girib çıxmaq üçün məxfi qrupun xidmətlərindən istifadə eləmisən, Şamil? Meksikadan keçmədiyim üçün bunu soruşursan? Yox. İş ondadır ki, həmin qrup ələ keçirilib. Nə vaxt? Deməli, həmin qrupdan istifadə eləmisən. Yaxşı, tutaq ki. 10 dəqiqə əvvəl xüsusi təyinatlılar onların gizli məkanına basqın eləyiblər. Mənim nə qədər vaxtım var? Sənin üçün bütün yollar bağlıdır. Birinci dəfə deyil. Təəssüf ki, sənə kömək eləyə bilmirəm. Hə, sevindirdin. Nəsə son sözün var, Şamil, ha? Mən casus deyiləm və sizə heç bir məxfi məlumat verə bilməyəcəm. Bir məsələdə sənə kömək eləmək istəyirəm. Nədə? Hətta buna görə işdən çıxarılsam da. De görək. Semla Şapel indi Ketrin evindədir. Aha. Sənə evin ünvanını göndərirəm. Göndər. Açıq şəkildə kartları payla. Tuz kimə düşsə o başlayır. Poker yoxsa başqa oyun? Necə istəyirsən? Onda 3 kart oynayacağıq. Sənin sevimli oyunun. Mənim də. Qorxursan? Qulluqçuna de ki, üstdən 7 kartı atsın, sonra paylasın. De görək. Nədir əzizim? Yoxsa məndən qorxursan? Yaxşı qarışdır. 7 kart at, sonra payla. 1, 2, 3, 4, 5, 6, 7. Bu nədir belə? Mən qəsdən eləmədim, xanım. Sən indi də özünə qumarbaz deyirsən? Sənə oyun lazımdır? Mən indi sənə əsl oyun göstərərəm. Xəstəliyin güclənəndə peşəkar qumarbaza çevrilirsən? Yox. Yalnız qalib gəlmək lazım olanda. Sənə güc verən onun ruhudur. Əgər ruhların nəsə bir gücü olsaydı, indiyə qədər onlar çoxdan səni o dünyaya göndərərdilər. Sən şeytansan. Bu, qara kartın rəqsində Marqo adlı üsuldur. Sən bunu bilməzsən.
Götür kartını. Yani doğrudan her şey bitti. Ay. Alo, salam. Oyun başladı. Hə, başladı. Elə indi başladı. Qulaq as, Marta. Oyunda sən həm dillersən, həm də krupiye. Bu sözləri dırnaq içərisində deyirəm. Əsas odur ki, biz oyunun əsl nəticəsini bilək. Əlbəttə, boss. Fikirləş, sonra danış. Mən sənin bosun deyiləm. Lalə öldürülsə, bu bizə qarşı atılan addım sayılacaq. Onda sən də öləcəksən. Bəs yaxşı, əgər onun əlini kəssələr? Əlini kəsmək? Bu nə deməkdir? Biz Ərəbistanda deyilik, Amerikadayıq. Catherine oyundan sonra onun əlini kəsəcək. Kolleksiyası üçün. Əlinin ayağının kəsilməsi bizi maraqlandırmır. Lalə sağ olmalıdır. Biz ondan oyunun nəticəsini soruşacağıq. Başa düşdüm, hə. Vaxt gedir. Biraz tələssəs pis olmazdı. Yəqin ki pişikdir. Dayan görüm. Çantanda nə var? Mən cərraham. Çantada skalpel, bıçaq və qayçı var. Mən çox məşhur adamam. Əgər məni öldürsən, Sənin məşhurluğun məni maraqlandırmır. əgər sənə pul lazımdırsa, nə qədər istəsən tapıb verə bilərəm. Sənin dəsmalın var? Dəsmal? Nə dəsmal? Adi bir dəsmal. Yalnız budur. Adi burun dəsmalı. Məndə belə səs çoxdur. Onu ağzına sox. Nə? Dəsmalı ağzına sox. Bütöv. Cadugar Catherine'in qapısı hansıdır? Əgər qışqırsan, səni o dəqiqə cəhənnəmə göndərəcəm. İstəyirsən o biri ayağını da vurum? Yox, vurma, xahiş eləyirəm. Xahiş eləyirəm. Catherine'in evi hansıdır? Mən Yoxsa bilmirəm. Mən zəng gözləyirəm. onda zəng elə. Əgər onlara nəsə işarə versən, beynini dağıdaram, bildin? Sən başlayacaqsan, yoxsa belə oturub gözləyəcəyik? Amerikanın bir nömrəli qumarbazı. Demək istəyirsən sənin də 3 tuzun var? Əgər sən peşəkarsansa, özün bilməlisən. Yəni sən kənddən çıxmış bir xadiməyə uduzacaqsan? Mənə sataşma. İndi özündə deyilsən. Elə bilirdin mən qumardan həzz alıram?
Mən həm kartlara, həm də qumara nifrət eləyirəm. Səndən xoşum gəlir, Lalə. Gəl başqa cür razılaşaq. Yox, Sənin müəllimin qaydalara uyğun dəfn olunacaq. İstəsən xristian, istəsən müsəlman. ona görə mən uduzmalıyam. Sən niyə oynayırsan? Anna Sergeyevnanın cəsədini dəfn eləmək üçün oynamırsan? Qumar qaydalarına görə uduzan şəxsin sözü keçmir. Məni axmaq yerinə qoyma. Amma aramızda bir razılaşma olmalıdır. Oynayıram. $1 milyon. 10 milyon. Bir oyundan 10 milyon dolar udmaq imkanım var, Lalə. Hələ heç bir qumarbaz bir oyunda bir dəfəyə bu qədər pul udmayıb. Mən Ruhlar Gecəsi adlı oyun keçirmək istəyirdim. Bu oyunun yanında Rodos'taki oyun heç nə olacaqdı. Amma Rodos'un adını çəkmə. O mənim üçün qorxulu yuxu idi. sənin super peşəkar olduğunu bilirdim. Ona görə də səni Amerikaya gətirdim. Amerika milyonların arzusudur. Mənim arzum deyil. Sənə zəng eləyəcəklər. Uduzdum desən, hər şey əl olacaq, Lalə. Birdən onun əlini kəsdiyim üçün başıma bir iş gəlsə. Hə, mən də xadiməyə görə ölə bilərəm. Ay, neyniyim axı. Oh. Alo, Alo, mən o barədə düşünməliyəm. Mənə vaxt lazımdır. sən niyə düşünürsən ki? Məyər xanımına demədin? O razıdır. Əgər razıdırsa, onda məni içəri burax. Hansı qapıdır? Səsin qəribə gəlir. De görüm nəsə olub? Mən pilləkənlərdən enib qalxmaqdan yoruldum. Hansı mənzildəsiz? Tez ol de, xahiş edirəm, tələs Marta. Bura bax, sən biraz dözə bilmirsən? Mən başqa otaqdayam. Yaxşı, amma tələs, əgər mümkünsə. Xanım, sizi bir dəqiqəlik olar? Əgər xanımın yerindən tərpənsə, bu oyun elə o dəqiqə bitəcək. Anna Sergeyevna düşmənindir. Çünki o qara kart rəqsini sənə öyrədib. Demək 2 qat düşməndir. Oğlunun qaçırılmasında iştirak eləyib. Üstəlik sənə qarşı oynayıb. Mən onu bağışladım. Sənin probleminin arxasında kartlar və qumar dayanır. Bəs onların arxasında hər şeyin günahkarı bu qadın deyil. Ölülərdən qisas almaq mənim yox, sənin işindir. Mənə bax, Lalə. Puldan xoşbəxtlik sarayı tikə bilərsən. Çox əzab əziyyət görmüsən. Bundan sonra rahat yaşamaq imkanın var. Qumar pulları ilə maraqlansaydım, onda xadimə olmazdım. Qumar sənin üçün işdir. Mənim üçün yox. Sənin üçün yaxşıdır. Mənim üçünsə yox.
Mən qumarbazam, elə də qalacam. Mənsə qumara aludə olan, istənilən adama qarşımda diz çöktürəcəm. Doğrudan? Yaman lovğalanırsan. Yaxşı. İndi özündən küs. Düşünürəm ki, Düşünə bilməzsən, Ketrin. Sən qumarbazsan. Ona görə də qumarın qaydalarını bilməlisən. Sən mənə uduzdun. getdik. Sənsə burada gözlə. Nə baş verib, Marta? Deyəsən Şapel tək gəlməyib. Bunun artıq fərqi yoxdur. Demişdim axı, oyundan sonra məsləhətim olacaq. Qulaq as, Marta. Mənim üçün hər şey bitdi. Necə yəni? Xanım, necə yəni? Sən bir neçə il həbsxanada yatacaqsan. Hər şeyi mənim üstümə ata bilərsən. Mən özümü öldürəcəm. Yox, eləməyin xanım, sizə nə olub axı? Sənə deyirəm ki, biləsən. Mənə artıq heç kim kömək eləyə bilməz. Mən axı sizsiz neyniyəcəm? İstəmirəm kimsə mənim ölümü görsün. Polis gələnə kimi meydimi çıxarıb yandırarsan. Necə yəni? Mən axı... Söz ver, Marta. Meydimi axıracan yandır və qover bəndindən külümü səp. İstəyirəm ki, Colorado çayı ona aparsın. Bəlkə başqa bir yolu var, xanım. Belə eləməyin, xanım, yalvarıram. Bu mənim hələ son sözlərim deyil. Sənə başqa deyəcəklərim də var. Tələsmə, Marta. Dalımca gəl. Qalx. O başa düşdü. Qapıya yaxınlaşanda bizi ələ versən, öləcəksən. Başa düşdün? Anna Sergeyevna nə Firon idi, nə də ki Lenin. Onu niyə mumiyaladın axı? Mən səhvimi düzəldəcəm. İnanın. O dəfn olunacaq və Yalan desən, sənin özünü mumiyalayacam. Başa düşdüm. Hər şey dediyiniz kimi olacaq, söz verirəm. Bunun üçün onlar birinci qapını açmalıdılar. Yaxşı. Yaxşı. Burada qal. Şapel üçün qapını aç. Qoy nə istəyir eləsin. Oldu, baş üstə, xanım. Cavab ver.
Eşidirəm. Sam, 49 nömrəli mənzilin qabağına gəl. Yaxşı. Gəlirəm. Hansı mənzildir? 49-cu. Getdik. Düz dayan. Vaxtım çatdı. İçəri gir. Əla, indi hər şey düzəldi. Lalə hardadır? O tərəfdədir. Xanım! Burada nə baş verir? Xanım özünü vurdu. Lalə hardadır? O sağda. Yalvardım ki, onu öldürməsin. Göstər mənə. Şamil, Çox şükür ki, sağsan. məni bağışla Şamil. Yerindən tərpənsən vuracam. Çox vaxtınız yoxdur. Güllə səsini eşidə bilərlər. Anna Sergeyevnadır? Anna Sergeyevna. Biz onu dəfn eləməliyik. Əlbəttə. Mən onu apara bilərəm. Mən necə kişiyəm ki, 2 qadını xilas eləyə bilməyim. Tapança tutmaq yadından çıxmayıb ki. Yox. Bəs aşağıda polis olsa necə? Mən bomba qoymuşam. Əgər partlayış səsi gəlməyibsə, deməli itkisiz qurtula bilərik. Bəs Ketrin hardadır? O özünü öldürdü. Bunu neyniyəcəyik? Mən qulluqçuları öldürmürəm. Əgər özlərini sakit aparsalar. Nəyə görə hamarladın? Axı bu qəbirdir. Əgər qəbri görsələr, meydi çıxaracaqlar. O yox olmaq istəyirdi. Yox oldu. O həmişəlik burada qalacaq. Bu onun taleyidir. Haqqınızı halal eləyin, Anna Sergeyevna. O istəyirdi ki, onu dəfn eləyək. Lalə, Anna Sergeyevna üçün hər şey qutardı. Amma ikimiz üçün sonuncu oyun başladı. Bura Amerikadır. İkimizdən yalnız birimiz buradan çıxa bilər. O da ki sənsən, Lalə. Bəs sən necə? Mən onları çaşdıracağam. Qəsdən özümü göstərib, Phoenix rayonunda iz qoyacağam. Elə bilməlidirlər ki, mən Meksika tərəfə gedirəm.
Yox, Şamil. Sənə pasport gətirəcəklər. Bura yox. Buradan 10 kilometr məsafədəki meşəyə. Bəlkə başqa bir yol var. Buradan çıxmağa? Bilirlər ki, Amerikadayam, Lalə. Bütün xüsusi xidmətlər izmə düşüblər. Sənə kömək eləyəcək kimsə yoxdur. Daha xeyri yoxdur. Sənin Amerikada olduğunu bilmirlər. Sən Qazax pasportu ilə Almatıya uçacaqsan. Oradansa evinə öz pasportundan qaydacaqsan. Məni tutacaqlar. Sərhəddə tutacaqlar. Sən axtarışda deyilsən. Qəsdən səni həbsxanadan çıxaranların adamını öldürmədim. Sənə görə. Demək istəyirsən ki, bu axırıncı görüşümüzdür? Yox. Bizi evləndirməyə adam yoxdur. Amma bu üzüyü taxsan mənim nişanlım olacaqsan. Sən belə bir vaxtda toyu fikirləşirsən? Toy sonra. Bunu nişanlanmağımızın simvolu say, yaxşı? Yox. Demək istəyirsən ki, sağ qalmaq şansın yoxdur? Sən ailə qurmaq istəyirsən? Axı sən kimsən Şamil, kim? Niyə, nəyə görə? Mən haqsızlıqla döyüşən amansız cəlladam. Amansız cəlladın şansı olmaya bilər, amma ümidi var. Qəbul eləyə bilmərəm. Qana bulaşmış üzüyü taxmaq istəmirsən? Özün bu üzüyü Zəhraya vermişdin. Yalnız sən onu taxa bilərsən. Məni düzgün başa düş. Başa düşmürəm. Onda bu üzüyü nəyimə lazımdır? Belə eləmə. Axı o üzük anandan yadigar qalıb. Bizi burada görməməlidirlər. Gəl gedək. Getdik. Gəl. Mən də sağ qalmayacağam Şamil. Yeni pasportun hazırdır. Təkcə çatdırmaq qalıb. Təhlükə hiss eləsəm, Rusiyalı agentlərdən kömək istəyəcəm. Rusiyalı? Gərək sənə deməyəydim. Mən yenə də öz vətənimlə razılaşmaya gedəcəm. Necə yəni? Rusiya sənin barəndə edam hökmü verməmişdi? İnanmayacaqsan. Amma planın baş tutsa, səndən Rusiyada yaşayacağıq. Sən özün buna inanırsan? Səni öldürərlər. Sənin bilmədiyin çox məsələlər var, Lalə. Rusiyada səni ya ölüm, ya da ömürlük həbs gözləyir. Axı sən hardan bilirsən? Mən başa düşmürəm. Bu qədər cinayətlərdən sonra niyə öz vətənində yaşamaq istəyirsən? Niyə gülürsən? Mənim sağ qalmağımı elə çox istəyirsən? Bunun nəyə gülməlidir ki? Mən sənin ölməyini istəməliyəm? Gülməli deyil. Yəqin ki, yorğunluqdandır.
sən üzüyü götürmədin. Fikirləşdin ki, mən ölərəm və sən yenə dul qalarsan, düzdür? Serial Space televiziyasının sifarişi ilə dubləş olunub.